Caz festivalının açılışı məhz Dost mərkəzdən oldu və inanın ki, sizə yəni çatdıra bilmirəm ki, uşaqlar kulis arxasında həmin benefisiarlarımız nə qədər həyəcan, nə qədər sevinç, nə qədər həyata dolu olan sevgi yaşayırdılar. Və mən düşünürəm ki, gələcəkdə məhz bu benefisiarlar digər ölkələrdə, necə ki, peşəkar musiqiçilərimiz Azərbaycanın təbliğatı ilə məşğul olur. Mən düşünürəm ki, biz o qədər güclü ölkəyik ki, biz hansısa bir mötəbər, önəmli tədbirə rahatçılıqla benefisiarlarımızı göndərib orada Azərbaycan ölkəsini layiqincə təbliğ etməyə olacaq. Yəni mən düşünürəm ki, onlar belə bir səviyyəyə gəlirlər. Çünki həmin mərkəzdə Natiq Şirinov ritm qrupu çalışır. Teyyub Aslan, Respublikan xalq artisti, Şəhriyar İmanov, Elnur Mikailov və digərləri, yəni həddindən artıq mən indi kimisə yadımdan çıxdı, adını çəkmədim, gərək inciməsin. Amma həqiqətən də orada elə bir heyət çalışır ki, doğrudan da bacardığımız qədər uşaqlarla birinci növbədə səmimi təmas, birinci növbədə. İkinci də ki, biz onlardan belə bir şarj, bu zaryadı görürük ki, enerji alırıq ki, biz də bacardığımız qədər onlara çalışırıq, nəyisə çatdıraq.